Bildiğimiz gibi artık Ramazan ayı kapılardadır, çattı artık elhamdülillah. Değerli kardeşler, Allah Azze ve Celle yarattığı məxluqları, yarattıklarını birini diğerinden üstün kılmıştır. Bunlar ister insanlarda olsun, ister yerde olsun, ister mekanda olsun, ister zamanda olsun, fark etmez. Mesela yaratılmışların en şereflisi olan insandır. Lakin Allah Azze ve Celle insanlar arasında da onlardan en üstün olanları peygamberler olarak etmiştir. Peygamberleri insanların en üstün etmiştir. En'am suresinde Allah Azze ve Celle bir surede 18 peygamberin adını zikrettikten sonra sonda buyurur ki وَكُلَّنْ فَضَّلْنَا عَلَى الْعَالَمِينَ Biz bu bütün peygamberleri alemlere üstün tuttuk diye Allah Azze ve Celle. Buradan da görürüz ki insanların en üstünü olan peygamberlerdir. Bunda şek şüphe yoktur. Lakin o peygamberler arasında da Allah Azze ve Celle o peygamberleri birini diğerinden derece bakımından daha üstün kılmıştır. Allah buyurur ki tilka rusulu faddalna ba'dahum ala ba'd. O peygamberleri biz birini diğerinden, bazılarını bazısından üstün tuttuk. Derece bakımından üstünlük verdik. Minhum men kellemallah. O peygamberlerden kimisiyle Allah Azze ve Celle danıştı. وَرَفَعَ بَعْضَهُمْ دَرَجَاتٍ Ve onların derecelerini kaldırdı. Değerli kardeşler, deməli bana düşürür ki Allah Azze ve Celle yarattığı insanlar yarattıklarında fark koymuştur ve onları üstün kılmıştır. Bu peygamberler arasında da en üstün peygamberler vardır ki derece bakımından onlara ulul azm peygamberler deyilir. O peygamberlerin sayı 5'tir ve sırasıyla bunlardır değerli kardeşler. Birincisi Nuh peygamberdir. İkincisi İbrahim peygamber. Üçüncüsü Musa peygamber. Dördüncüsü İsa peygamber. Beşincisi ise Muhammed Mustafa sallallahu aleyhi ve sellem'dir. Ve hemçinin değerli kardeşler, Allah Azze ve Celle mekanlarda da bir mekanı diğerinden daha üstün kılmıştır. Evlerin en hayırlısı, en üstünü olan mescittir. Burada şek şüphe yoktur. Lakin Allah Azze ve Celle bu mescitler arasında da fark koymuştur. Bakın Resulullah sallallahu aleyhi ve sellem buyurur ki salatun fi mescidi hâzâ hayrun min elfi salatin fîmâ sivâh illa'l mescidel haram. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki benim bu mescidimde, yani Mescid-i Nebevi'de kılınan namaz Mescid-ül Haram'dan, Kabe'den başka diğer mescitlerde kılınan namazlarda 1000 namaza beraberdir. Başka bir rivayette ise Resulullah sallallahu aleyhi ve sellem buyurur ki Es-salatu fil mescidil haram bi mi'ati elfi salat. Mescid-i Haram'da, Kabe'de kılınan namaz 100.000 namazın sevabına beraberdir. 100.000 namazın sevabına beraberdir. Sonra buyurur ki وَالصَّلَاتُ فِي مَسْجِدِي بِأَلْفِ صَلَاتٍ Benim mescidimde, yani Mescid-i Nebevi'de kılınan namaz ise 1000 namazın sevabına beraberdir. وَالصَّلَاتُ فِي بَيْتِ الْمَقْدِسِ بِخَمْسُمِئَةِ صَلَاتٍ Beytül Mekdis ise Mescid-i Aksa'da, Kudüs'te kılınan namaz ise 500 namazın sevabına beraberdir. Allah Azze ve Celle ilk kıblemiz olan Mescid-i Aksa'nı esaretten kurtarsın. Değerli kardeşler, buradan da görürüz ki Allah Azze ve Celle insanlar arasında da mescitler arasında fark koymuştur. Zamanlar arasında ise en üstün olan değerli kardeşler Allah Azze ve Celle ilin aylarını 12 etmiştir ve bu 12 ayların en üstünü Ramazan ayıdır. Bunda şek şüphe yoktur. Hatta Allah Azze ve Celle Ramazan ayının adını açık şekilde Bekara suresinde zikredilmiştir kardeşler. Allah Azze ve Celle buyurur ki Şehru Ramazan ellezî unzile fîhil Kur'an huden linnâs ve beyinâtin minel huda vel furqan. Allah buyurur ki bu ele bir Ramazan ayıdır ki bu ayda insanlara doğru yol gösteren, hidayete dair açık aşkar deliller ve hakkı batıldan ayırt eden Kur'an nazil olmuştur. Subhanallah. Kardeşler, bildiğimiz gibi
Ramazan ayı artıq gəldi və Ramazan ayı bir çox müsəlmanın arzusunda idi ki, yetişsin ona. Ola bilsin ki, aramızda bəzi əvvəlki Ramazanda elə kimsələr olmuşdur ki, bu Ramazanı gözləyirdilər, lakin onlar yetişmədilər, vəfat etdilər. Ola bilsin ki, dəyərli qardaşlar, aramızda elə kimsələr var ki, bu Ramazan ayı bizim sonuncu Ramazan ayımızdır. Onun üçündür ki, bu fürsəti qaçırmayın. Rasulullah sallallahu aleyhi ve sellem bir gün minbərə qalxarkən hər qalxdığında amin, amin, amin dedi. Sahabələr dedilər ki, ey Allahın Peyğəmbəri, nə üçün belə etdin? Rasulullah sallallahu aleyhi ve sellem buyurdu ki, Cəbrail aleyhissalam gəldi və mənə Cəbrail aleyhissalam gəldi, dua etdi və mənim də onun duasına amin deməyimi istədi. Və Cəbrail aleyhissalam dedi ki, ey Muhammed sallallahu aleyhi ve sellem, Ramazan ayına yetişən, lakin Ramazan ayı çıxanda, bağışlanmadan Ramazan ayından çıxan kimsənin burnu yerlə sürünsün, yazıqlar olsun ona. Və Peyğəmbər sallallahu aleyhi ve sellem amin dedi. Nəyə görə dəyərli qardaşlar? Çünki Ramazan ayı elə bir aydır ki, rəhmət ayıdır. Bu ayda insanın bağışlanmadan çıxması həqiqətən də böyük bir ziyandır. Və sonra Cəbrail aleyhissalam dedi ki, ata-anası və yaxud da onlardan biri yanında ikən, onların vasitəsilə cənnəti qazanmayanın burnu yerlə sürünsün, yazıqlar olsun ona və Rasulullah sallallahu aleyhi ve sellem amin dedi. Üçüncüsü ise dedi ki, ey Muhammed sallallahu aleyhi ve sellem, sənin adın çəkilər də sənə salavat gətirməyənin burnu yerlə sürünsün, yazıqlar olsun dedi, subhanallah. Değerli kardeşler, dedi ki, Ramazan ayında elə bir bərəkətlər vardır ki, Rasulullah sallallahu aleyhi ve sellem səhabələrini Ramazan ayı gəldiyi zaman müjdələyərdi. Allah Resulü buyurdu ki, Ətəkum şəhru Ramadan şəhrun mübarək. Səhabələr dedi ki, sizə Ramazan ayı gəldi. O, mübarək bir aydır. Allah Azze ve Celle o ayda sizə oruç tutmağı fərz qıldı, vacib qıldı. Bu elə bir aydır ki, bu ayda göylərin qapısı açılar, cəhənnəmin qapıları bağlanar və üsyankar şeytanlar zəncirlənər. Və bu ayda 1000 aydan daha xeyirli bir gecə vardır ki, ondan məhrum olan həqiqətən məhrum olmuşdur. Subhanallah. Baxın, dəyərli qardaşlar, hədislərdə də sabit oldu ki, gördük ki, həqiqətən də Ramazan ayı bərəkətlidir və Rasulullah sallallahu aleyhi ve sellem öz ümmətini Ramazanın gəlişi ilə onlara xəbərdarlıq edərdi. Qardaşlar, Ramazan orucu bilirik ki, İslamın 5 dənə sütunundan biridir. Və Ramazan ibadəti, yəni oruç tutmaq, elə bir ibadətdir ki, ən qədim ibadətlərdəndir. Yəni, oruç tutmaq sadəcə bizim ümmətə xas deyil. Bizdən əvvəlki bütün peyğəmbərlərin gətirdiyi şəriətdə oruç tutmaq var idi. Hətta Allah Azze ve Celle bu vaxtda bizə xəbər verir, buyurur ki, Yə əyyuhəl-ləzīnə əmənu, ey iman gətirənlər, Kutiba aleykumus-siyam kəmə kutiba aləl-ləzīnə min qablikum ləalləkum təttəqun. Sizdən əvvəlki ümmətlərə fərz qılındığı kimi, vacib qılındığı kimi, sizə də oruç fərz qılındı ki, ola bilsin siz təqvalı olasınız. Subhanallah. Bu ayədən də görürük ki, dəyərli qardaşlar, Ramazan ayındakı bu oruç təkcə bizə aid deyil, bizdən əvvəlki ümmətlərdə də oruç ibadəti var idi, dəyərli qardaşlar. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ لَخُلُوفَ بِالصَّائِمْ أَتْيَبُ عِنْدَ اللّٰهِ عَزَّ وَجَلَّ يَوْمَ الْقِيَامَةِ مِنْ رِحِ الْمِسْكِ. Muhammed'in canı elinde olan Allah'a and olsun ki, oruç tutanın ağzından gelen koku, kıyamet günü Allah katında miskin kokusundan daha güzeldir deyir Resulullah sallallahu aleyhi ve sellem. Neye göre değerli kardeşler? Çünkü bu ibadetten dolayı ortaya çıkan bir kokudur. Bakın, fikri meseleye baktığımız zaman görürüz ki, insan bedeninden çıkan kan necis sayılır. Lakin Allah yolunda vuruşan, şehit olan insanda ise kan çıkarsa, alimler ona deyirlər ki, o kan necis değildir. Hatta Resulullah sallallahu aleyhi ve sellem gösterişi vardır ki, onları o cihat meydanında şehit olanları kanlı dəfn etsinlər.
Nəyə görə? Çünki qiyamət günü onlar həşr olduğu zaman onların yaralarından qan gələcəkdir. Rəngi qırmızı olacaqdır. Lakin o qanlardan miskdən də gözəl bir qoxu gələcəkdir. Nəyə görə? Çünki bu Allah yolunda olan bir şeydir. Həmçinin dəyərli qardaşlar, oruç tutmaq da bayaq oxuduğumuz hədisin şərhində alimlər deyirlər ki, fərqli görüşlər deyirlər. Deyirlər ki, oruç elə bir ibadətdir ki, o qul ilə Rəbbi arasında olan sirdir. Yəni, bir insanın oruç tutduğunu bilə bilməzsən, zahirən görsənmir. Ona görə Allah Azza və Cəllə qiyamət günü o oruç tutanları onlardan bu gözəl qoxunu ortaya çıxaracaq ki, hər kəs bilsin ki, bunlar oruç tutanlardır. Hətta Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, cənnətdə Rayyan adında bir qapı vardır. Cənnətdə Rayyan adında bir qapı vardır ki, oradan qiyamət günü sadəcə və sadəcə oruç tutanlar daxil olacaqdırlar. Onlar ora daxil olduqdan sonra o qapı bağlanacaq və onlardan başqa heç kəs o qapıdan içəri girməyəcəkdir. Və xatırlayırsanız biz demişdik ki, cənnətin bir qapısının eni 40 illik gerilən məsafə qədər genişlikdədir. Subhanallah. Dəyərli qardaşlar, və həmçinin Ramazan ayında edilən ibadətlər digər aylarda edilən ibadətlər kimi deyil. Və Ramazan ayında edilən günahlar da həmçinin digər aylarda edilən günahlar kimi deyil. Onun üçündür ki, bunun fərqində olmalıyıq dəyərli qardaşlar. Bu böyük bir fürsətdir, Allahın rəhmətidir ki, bizə gəlmişdir. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Kullu amel ibn Adam yuda'af lahul hasana bi 10 amsalha. Hər bir Adəm övladı, hər kəsin əməli 10 qata qədər qaldırırlar. Hər bir insanın, hər bir Adəm övladının yaxşı əməli savabı 10 misli, 10 qatı qədər artırırlar və bu 700 qata qədər davam edər. Bu arada onu deyəlim ki, dəyərli qardaşlar, insanlar, müsəlmanlar günah etdikləri zaman onların günahı bir dəfə yazılır. Lakin savab etdiyi zaman Allah Azza və Cəllə rəhmətindəndir ki, o savabı 10 qat artırar. Əmələklər onu 10 qat yazar. Və bu hədisdən də bəlli olur ki, 10 qatdan başlayır 700 qata qədər. Allah Azza və Cəllə buyurdu ki, oruz istisnadır. Uca Allah buyurdu ki, İllə savmə fə innəhu li. Oruz istisna, oruz buna aid deyildir, çünki o mənim üçün tutulan bir oruçdur. Və ənə əczi bihi, və mən də onun mükafatını verəcəyəm. Yədə'u şəhvətəhu və ta'amahu və min əcli. Və o adam oruç tutduğu zaman şəhvətini, yeməyini mənim üçün tərk etmişdir. Və alimlər deyirlər ki, oruç tutmağın savabını ancaq Allah bilir. Hətta kiramən kətibi mələkləri belə bildirir ki, onun nə qədər savabı vardır. Dəyərli qardaşlar, həqiqətən də biz böyük bir bərəkətin içindəyik. Ramazan ayı gəlmişdir. Bu Ramazan ayının dəyərini, qədrini bilməmiz lazımdır. Təbii ki, Ramazan ayına girmədən öncə dəyərli qardaşlar, əlimizdən gəldiyi qədər müsəlmanlardan xalalık olmalıyıq. Çünki bu elə bir aydır ki, müsəlmanlar gərək küslü olaraq boya girməsinlər. Baxın, sahabələrdən Əbu Ducaynə, Allah ondan razı olsun. Bu elə bir böyük sahabədir ki, bu sahabə bir çox döyüşlərdə iştirak etmiş, hətta mən burada hamısını deyə bilməyəcəyəm. Hətta Uhud savaşında Allah Rasulunu hədəf aldıqda oxçular, həmən bu sahabə Allah Rasulunu qucaqladı, öz belini sipər etdi. Və onun belinə o qədər ox batdı ki, sahabələr deyir ki, həmən ərəfədə onu görsəydiniz, sanki bir kirpiyə bənziyirdi. O qədər ox gəlmişdi ona. Lakin o döyüşdə şəhid olmadı, yaşadı və ondan sonra dəyərli qardaşlar, Museyləmətül Kəzzəb, yalancı Peyğəmbər ortaya çıxdığı zaman ora qarşı hücum etdi və o hasardan tullandığı zaman 2 ayağını qırdı. 2 ayaqları qırıldığı halda savaşdı, o yolda şəhid oldu. O sahabə ölümdən öncə təbəssüm edirdi. Dedilər ki, ey Əbu Ducaynə, səni sevindirən şey nədir? O deyir ki, mənim bir əməlim var ki, Allahdan onu diləyirəm ki, bəlkə ona görə məni bağışlayar və Allah mənə mükafat verər. Dedilər, nədir o? Dedi ki, vallahi mən qəlbimdə zərrə qədər belə olsun, müsəlmanlara qarşı kin bəsləməmişəm. Subhanallah. Baxın, o qədər böyük əməlləri var, cihadları var, fəzilətli əməlləri var. Heç birinə etimad etmir, lakin bu əməlin nə qədər böyük olduğunu bilir. Çünki bu nəfs olan bir şeydir, dəyərli qardaşlar. Onun üçündür ki, Ramazan ayından öncə dəyərli qardaşlar, hər birimiz küslüyüksə əgər müsəlmanlar bir-birlərindən
haqlarını hal etsinlər.